Hansı ictimai və məişət həyatında insana nəyi qadağan eləyib ki, insan ondan ziyan çəkir? Bir dənə misal ünvanında göstərilə bilər. Din qoymur məsələn biz evimizə kombi çəkməyə, din qoymur biz kondisioner qoymağa, din qoymur işıq yandırmağa, din qoymur 2 mərtəbə ev tikməyə, din qoymur məsələn səliqəli paltar geyməyə. Harda qoymur bunu? Əslində din deyir ən-nəzafətu minəl iman. Nəzafət imandandır. Nəzafət yəni təmiz paltar geymək. Həzrəti Rəsulullah təkid eləyirdi, həmişə deyirdi çirkli paltar geyməyin. Heç vaxt çirkli paltar geyməyin. Və çirkli paltarı da qoymayın qala çirkli. Ola bilər birinin, məsələn, 3 dəst paltarı var, birini geydi, çirkləni də atdı, sonra ikincisini də geyir, çirklənir, üçüncüsünü geyəndə onların ikisini bir yerdə yuyur. Həzrət deyir, belə eləməyin, paltarı çirkləndə yuyun. Çünki onların da öz zikirləri var. Paltar çirklənəndə o zikri deməz. Həzrəti Rəsullahdan da hədis. İndi biz deyə bilərik, bir din bizim təmizliyimizin qarşısını alır. Heç bir qurumda, heç bir dində, heç bir ayində, heç bir məzhəbdə dəstəmaz var, qusul var, yoxdur. Hələ biz din deyir, təmizlik imandandır. Paltarınızı təmiz giyin, özünüzü təmiz, din deyir, dişlərinizi yuyun, din deyir, ətir vurun. Oruç tutan adama deyir ki, ətir nədir? Tohfətus saim. Oruçdanın töhvəsidir, gülüdür. Din bu qədər dəyər verir. Yaxşı, hələ üstəlik deyir ki, bu təmizlik yerində, amma Allahla danışmağa başlayanda gərək nə edəsən? Dəstəmaz da alasan. Heç bir ayində, məzhəbdə yoxdur bu. Bu ancaq dindədir. Hələ deyir, məsələn, qusul da eləməlisən. Təharət. Təharət sözü din gətirib.